Mən yavaş-yavaş dəli olmağa başlayırdım. Bütün günü səhərdən axşamacan pəncərənin qarşısından çəkilmirdim. Bu qız tədricən məni dünyadan ayırırdı. Özümdən baş aça bilmirdim. Ruhi xəstələr kimi gözlərimi saatlarla bir nöqtəyə zilləyib hərəkətsiz dayanırdım. Monitorda əksimi görəndə səksəndim. Necə yuyunub geri qayıtdığımı da xatırlamıram. Elə bilirdim ki, onu bircə gün görməsəm ölərəm. Bəlkə də mən elə onu ilk dəfə gördüyüm gündən ölmüşdüm. Gecə saat 12-yə yaxın otağın işığı yandı. Əvvəlcə əri göründü. Hərəkətlərindən hiss elədim ki, sərxoşdu. Amma əsas məsələ bu deyildi.